Salam uşaqlar, səhifə 94-də izah edirəm. 35-ci tapşırıqda qalmışıq. Diqqətlə qulaq asın. 3 ardıcıl cüt natural ədədin cəmi bu ədədlərin cəminə bərabər. 3 ardıcıl ədəddir. Bunun cəmi də buradakı ədədlərin cəminə bərabərdir. Gəlin bu ədədlərin cəmini tapalım. Üzərinə 50,75 üzərinə 53,4. Uşaqlar 3'ü 4'ə böləndə nə idi? 0,75. 0,75. 53'dən toplayanda 53,75. Üzərinə 45,5 gəlirik. Cavab 150'lir. Özünüzdə hesablayın. Demək, 3 ardıcıl cüt natural ədəddir. Uşaqlar, onu qeyd edim ki, cüt ədədlər 3 cüt, 3 tək deyəndə bu ədədi 3'ə bölə bilərik. Alınır 50. Demək, 50'ni ortaya qoyuram. Bunu cüt ədəd yarandırmaq üçün nə edirik? Bura 48 yazarım, ardıcıl olsun. Bu da 52. Demək, hansı ədədlərimiz oldu? 48 və 52, bu 35'in ikincisi idi. Səhifə 94'də. Birincisini yazdıq. İndi ikincisine keçirəm. 3 ardıcıl tək natural ədədin ədədi ortası ədədlərinin cəminə bərabərdir. 3 ardıcıl ədəd var. Buradadır. 3 dənə ardıcıl ədəd var. Tək. Biri x-dir. Baxın, hansı ədədləri yaza bilərəm? İkinci, üçüncü ədəd. 3 ardıcıl tək ədəd. 1 x qoysam, ardıcılımız 2, bu da 4. 4. İndi x topla x2, topla x4. Yəni x topla 4. Ədədlərin ədədi ortası bunların cəminə bərabərdir. Gəlin bunların cəmini tapıyaq. 5,25. 3'ü 4'ə böləndə uşaqlar 0,75 edir. 12 ilə toplayanda 12,75. Üzərinə 15 gəlir. 25 ilə 75 150, yəni 1 onluq gəlirik. 1 onluğun üzərinə gəlsə 6, 6 üstünə 12 gəlirəm, 18, 18'in üstünə də 15 gəlirəm, 18 ilə də oranı da üstünə 15 gəlirəm. 33. Demək, 3 ardıcıl tək natural ədədin ədədi ortası 33. İndi uşaqlar, bu bölmədir. Bura gələn nə olur? Vurma. Sağa gələndə vurma olur. Yəni yazıram x topla x topla 2 üzərinə x topla 4. Bərabər də 99. 2 ilə 4'ü topladım 6. Baxın, x nə elədi? 3x. 2 ilə 4'ü toplayım 6. 99'dan 6 çıxıram. 93. 93'ü də 3'ə bölürəm. Çünki vurmadı. Sağa gələndə bölmə olur. 31. Demək, birinci ədədimiz 31. İkinci ədədimiz 33. Təkdir. 33, bu da 35. Demək, birinci ədədimiz 31. 33 ve 35. Cevabımız budur. Keçirəm 36'ya. Keçirəm 36'ya. 3 ardıcıl tək natural ədədin ədədi ortasına 3 ardıcıl, baxın, 3 dənə ardıcıl, baxın, rəqəm yazdım. Biri x olanda digər x topla 2'dir və x topla 3'dür. 5 ardıcıl deyir. 4. Keçirik ardıcıl tək deyir. Bu ədədlərin ədədi ortasında 0,2'yə vursa hasildə 5 alınır.
Baxın uşaqlar, vursaq sağa gələndə bölmə olur. Gəlin belə eləyək. Ədəd ortamız necə tapılardı? Bunları toplayırıq, bölürük 3-ə. Çünki 3 dənə ədədimiz var, 3-ə bölürük. Deyir bu ədəd ortanı 0,2-yə vursa, cavab da hasildə 5 alınır. Gəlin uşaqlar indi həll edir. Bura nə eləyir? 3x, x-lər toplasaq, indi ədədlərimizi toplayaq. 2 ilə 4, 6. Bölünsün 3, 0,2. Onda 2 bərabərdir 5-ə. 3x topla 6 bölünsün 3. 0,2-yə bölünür. 5-i bölürəm 0,2-yə. 3x topla 6 bərabərdir 3. Bölünsün 3 bərabərdir. 5-i bölürəm 0,2-yə. 3x topla 6 bölünsün 3. Bölmədə birinci tərəf sabit qalır, ikinci tərəfi vurmaya çeviririk. 10 qalxır yuxarı 50 olur. 5-i 10-a bölürük. Vuruq 10-a bölürük 2-yə. Bildinizdə uşaqlar, baxın bunu necə yazıram? 5 vurulsun 2-də 10. 5-i 10-a vururam 50. 50-ni də bölürəm 2-yə 25. Ona görə 25 yazacağım. Yazdım. 3x bölünür topla 6 bölünsün 3 bərabərdir 25-ə. 3x topla 6 3'ü 25'e vururam. Neydir? 75. 3x 75'ten de 6 çıxıram. 69. 69. Vurmadı. Sağ gəlib bölmə olur. Nə alınır? 23 alınır. X'imiz nə oldu? 23. 25 ve 27. Keçirəm 36'nı. Bu birincisiydi. 23, 25 ve 27. Keçirəm ikincisine. İkincisində nə deyir? 2 ardıcıl cüt natural ədəd. 2 dənə ardıcıl ədəd var. Biri x olanda x topla 2 olur uşaqlar. Ardıcıl cüt ədədin ədəd ortası. Yəni bunların ədəd ortası nə idi? X topla. Yəni bu iki ədədi toplayıb böləcəm sayına ədəd ortası. Bu deyir bu ədədi ortanı vuracam 0,4'e bərabərdir 16,4. Bundan buna toplamı 2 kız topla 2 bölünsün 2. 0,4 sağa gələndə bu vurmadı. Sağa gələndə nə olur? Bura gələndə nə olur? Bölmə. 16,4'ü böləcəm 0,4'e. Vergiden sonra eyni ədəd varsa, eyni sayda rəqəm var da, baxın ki, bir dənə buradadır, burada da bir də. Ona görə vergüllər atılır. Nə alınır? 164 bölünsün 4. Neydir o da? 41. 2x topla 2 bölünsün 2 bərabərdir 41'ə. 2x topla 2 bərabərdir. Bu bölmədə sağ gələndə vurma olur, olur 82. 2x də bərabərdir 82'dən 2 çıxıram 80. X də bərabər